2 ay bundan qabaq dünya çempionatında məşhur erməni güləşçisi Aleksanyanın kürəyini yerə vuraraq onun medal ümidlərini puç edən Murad Əhmədiyev İslam həmrəylik oyunlarında finala çıxıb. Düzdür, onun rəqibi məşhur İran güləşçisi, Olimpiya çempionu, 2 qat dünya çempionu Muhammad Hadi Saravi həddindən artıq güclüdür. Amma necə deyərlər, görüş başlamayıb. Bəlkə Murad Zaqrebdə elədiyi o fantastik fəndi bu dəfə də Saravi ilə eləyəcək. Hər şey ola bilər. Bu bizim növbəti qızıl ümidimizdir. Onunla da yanaşı qadın güləşinin milli komandasının liderlərindən biri Jalə Əliyeva finala çıxıb və qrupda qələbə qazandığı Türkiyəli güləşçi Elvira Süleymanla yenə də güləşəcək. Düzdür, o vaxtı ilə Avropa çempionatında Süleymana uduzmuşdu, amma burada revanş aldı və finalda da ümid edək ki, Jalə çempion olacaq. Bu iki idmançı bugün bizim qızıl medalların sayını artıra bilər. İndiyənəcən bilirsiniz də 5 qızılla Azərbaycan 10-cu yerdədir. Nəticə çox zəifdir və ümid edək ki, güləşçilər bu gün bizi sevindirəcəklər.